Əslində, Sovet dövlətinin bərpası ilə bağlı müzakirələrə gedir. Mən hələ də başa düşə bilmirəm. Bir il Əbülfəz Elçibəy hakimiyyətinin çıxmaq şərti ilə elə bizdə 30 ildən artıq Sovet hökuməti davam edir. Sadəcə bunlar köhnə kommunistlər, yeni kommunistlər sifəti ilə, yəni yeni demokratlar sifəti ilə kostyumlarının rəngini dəyişərək qırmızını göyə büküblər. Və salam, dəyişən budur. Başqa heç nə dəyişmədi. Nə Heydər Əliyev dönəmində dəyişdi, nə onun sələfi olan İlham Əliyev dönəmində. Yenə Rusiya Azərbaycana diktəsini edir. İstənilən kadr istənilən yerdə yerləşdirir. İstənilən vaxt təxribat meyilli əməllərindən əl çəkmir və istənilən vaxtda parlamentdə İlham Əliyevin özünə impeachment qaldıracaq gücə sahibdir. Demişik, deyirik və bundan sonra da deyəcəyik. Biz hakimiyyətə müxalifədik. Dövlətimizə, dövlətimizin bayrağına, bayrağımızın kölgəsində suverenliyimizə, sərhəd toxunulmazlığımıza kör baxan gözləri çıxarmağa hazır. Axı bu dövlət bizimdir. O, yeni kommunist sifəti ilə ölkəni idarə edən, yəni köhnə kommunist motoru və yeni demokrat sifəti ilə məmləkəti idarə edənlərin vətəni isə olmur. Onların vətəni yalnız yığdıqları milyardlardır. O milyardlar ki, onu o pişik balasını daşıyan kimi oradan ora daşıyırlar, oradan digər bir başqa yerə. Dəyərli bacı və qardaşlarım, əziz həmvətənlər, başlığımız hər kəsə bəllidir. Ona görə bəllidir ki, biz bugün danışacağımız mövzu bizim iç məsələmizdir. Gəlin bir dəfə paylaşaq, əziz həmvətənlər, elə mən də paylaşım, sizlər də paylaşın. Qoy məmləkətdə gizlin qalacaq bir şey qalmasın. Gəncə şəhər Baş Polis İdarəsinin, əslində polis idarəsinin bir əməliyyatçısı Tural Hüseynov adlı birisi vətəndaşı qovaraq 19 yaşlı bir uşağı həbs etmək istəyir, yəni mülki geyimdə və mülki